Salam. Aranılar podkastının ilk buraxılışına xoş gəlmisiniz. Salam. Bugün mən Əsgər ağa və Mən Əmir Kamil Kamil. sizinlə gözəl gün keçirmək istəyirik, xoş anlar yaşatmaq istəyirik və öz aramızda olan söhbətləri sizə də qulaq asdırmaq istəyirik. Çünki məsələ podkast. Bəli, podkast. Necəsən xalam oğlum? Nə var, nə yox? Yaxşıyam, sən necəsən bura? Allah salamatçılıq. Şükür. Necə gedir həyat? Yavaş-yavaş. Əsas odur qanqaraçılıq olmasın. Bəli. Gəlmişik bura, yetim doyucular fincanlarımız var. Qovimizə burada dəmşək kimi. Əsas odur salamatçılıq olsun. Bura. Bəli. Elənçiyinə. Elə. A few moments later. Sənə bir-ikidən suallarım var. Ver qom suallarını. Suallarımı cavablandırmanı istəyirəm. İşte lap yaxşı. Bir neçə günlük ömrümüzə girən bir video haqqında danışmaq istəyirəm. Sosial Danışaq. mediada hara giririk, onu görürük. Batvay Murat. Batvay. Yəni axın öşün. Axın Nöşün. Axın öşün. Axın öşün deyəndə brat o tema qəliz məsələdir. Səncə pingvin hara gedirdi? Pingvin məncə mənə qalsa heyvan şuursuz bir şeydir də, məxluqatdır. Aha. Amma nəsə bir məqsədi varmış. Ya O şəkil orada çəkilibdir. Eminlik tutar, bu şəkil məndə də var. Mən bildim, burada da Hüseyin olubdu. Onlar olub, bir də bizim Kuruk olubdu. Kimmiş o şəkil, o TikTok'u silin oradan. xəstəymiş, mənə qalarsa, xəstəymiş o. Ölmək üçün qrupdan aralaşıb, üzü dağlara tərəf gedib. Ya da belə onu pingvin bilər də, Murat, biz bilmərik. Pingvinlər. Amma 2000 əsas maraqlı olan söhbət bizədir mənim üçün. 2027-də olan hadisə, 2007-də, pardon. 2007-də olan hadisə bu gün niyə partladı? 2026-da, 18 gün sonra niyə partladı? Çünki insanlar indi dərk ediblər dediklərinə görə, hamının danışdığına görə, insanlar pingvinin nə etmək istədiyini indi dərk ediblər. Heç bir hər şeyi rədd edən, deyim, sepinizm deyirlər, nə deyirlər? Sepinist. Neydi lan burada? Sen ne anlatıyorsun be abla, gözünü seveyim be abi. Karaoke'də eləçinə bir şey idi. Yəni bütün varlıqları, hər şeyi imtina edib öz yaşayışını quran insan idi. Öz yaşayışını quran pingvin idi. Ancaq məncə elə də deyil. Yaşayışını da quramayıb da, gedib dağları ölüb. Bəlkə yol uğrunda ölüb da. Koloniyada qalsaydı yaşayardı. Əlbəttə ki, koloniyada qalsa yaşayardı. Amma ki, həm o məqsədin uğrunda ölmək olsun fəxirdir məncə pingvinə görə. Heyvan deyil, Murat, heyvan nə fərqlidir? Niyə görə? Heyvanın şüarıdır. O söhbət onda deyil. Onu da danışacağıq. Mən söhbət nədən oluyor? 2007-də olan hadisə bu gün partlayışı, bu gün ortaya çıxışı nədir? Mən bir dənə şey deyəcəm, bəlkə bu izləyicilərimizə də doğru gələ bilər, ya səhv gələ bilər. Yorumlarda yazmanızı istəyirəm. Sənə də bir fikir bildirmək istəyirəm, qardaşım. Bildirək dəqiq. Bu söhbət patlamamışdan bir gün qabaq Donald Trump öz sosial mediasında pingvinləri qucaqlayın deyə bir tweet attı. Donald Trump belə bir tweet attı ki, Qırlandiya zat söhbəti idi, amma dedi ki, pingvinləri qucaqlayın. Pingvinlə də şəkil paylaşmışdı, əl-ələ. Üzü dağlara xəbər gedirlər. Üstündən bir gün sonra bu video sosial mediada yayıldı, partlayış oldu. Məncə ondan sonra bütün pingvinlə olan bağlı arşivlərin hamısını açıb töküblər. Ortaya bu video çıxır. Paylaşandan sonra partlayıb. Trump elə bir tweet paylaşmasaydı, ortaya belə bir şey çıxmayacaq. Pingvin partlamazdı. Ancaq bilirsən pingvin nəyə görədir məncə? Məncə pingvinin nəsə qrupdaşlarla söz-söhbəti düşüb öz koloniyası ilə. Bu qovublar ya da incir. Gedir, axırda bir də baxışı var. Gördün həmin videonu? Yəni, arxaya dönüb bir dəfə baxır, deyir sizdən adam olan da olursa. O şey, pingvin qəlbin qırıblar. Bəli. Salsın sizdə heç kəsin həyatda qəlbin qırmıyor. Bəli, çalışın heç kimi O gəlmir. sürüdə qırıblar yəqin. Ölüb soyundan. Yəni, Allah öbür dünyası versin. Tormaqsan, qırabıldaşsan. Fincanımız da öz arası da, yetim doyuzdan o. Biz işte. Bu nədir Allah? A few moments later. On başım bırakıb on. Qarabağı neynə də? Qarabağ mənə çox ləzzətlidir. Çox dəhşətdir. Əməli başlı fəxrimizdir. Birinci bölümümüzü çəkdiyimiz gecə Qarabağın oyunu oldu. Bəli.
İlk bölümümüzü paylaştığımız gün, Gündən bir gün qabaq oldu, amma çəkdiyimiz gün oldu. seçtiğimiz gün, videoyu seçtiğimiz gün biz o videoyu çəkəndən sonra gedib oturup akşam Qarabağın oyununa baxdıq. Çox ləzzət elədi də bura. Çox özür. Çox. Amma Həqiqətən sən ləzzət elədi. bu şeyimiz podkastımız, keçən dəfə ki tam podkast deyildi də. Podcast o vlog idi sadəcə. Bilirsən bu biraz daha hiss edirəm ki, ciddi yanaşdırır. Keçən Əlbəttə. dəfə makara, qırqır falan Hə, filan güzel. deyib gülürdük. Yumurta. Amma bu səfər real podcast bura. Tamam. İnandım tamam. Bu səfər nəsə maraqlı bir şey çıxacaq orada. Keçən dəfə heç də maraqlıydı. Bu arada Sevənlər var idi. Yazdığınız yorumlar üçün təşəkkür edirəm. Bəli. Çox gözəl şeylər yazmışlar, təbriklər yazmışlar. Yorumların hamısını bir-bir oxuyub cavablandırmağa çalışırıq. Elə. Yəni fikirləriniz bizim üçün önəmlidir. Amma fikirlərinizi bildirin dostlar. Məsələ deyin ki, Bəli. filan şey haqqında danışın ya da filan şeyi çəkin. Məsələ biz bilmirik izləyicilərimiz nə istəyir. Ay sağ ol. İzləyicilərimizin nə istədiyini bilmək üçün bizə yazmağınızı xahiş Xahiş edirəm. edirik. Əlbəttə. Elənçinə bura. Bəli. Bura Qarabağda favori oyunçun kimdir sən? Qarabağda favori oyuncum şeydir. Duran. Duran? Nəyə görə? Duran hücumda oynayır Murat. Hücumda oynayır. Qəşəng də oynayır da. Belə hər oyun qol atır. Mənə görə amma Cəfər Quliyevdir. Eydin Cəfər Quliyev mənə də ləzzət eləyir, karakter Çox olaraq. ləzzət edir, karakter olaraq. Karakter olaraq ləzzət eləyir mənə. Sürətli qaçmağı var. Sol cinahda oynayır, o deyirsən. Sol cinahda sürətli qaçmağı var. Amma bəzən yaxşı oynamır, bəzən. Bəzən olur. əsəblərimi pozur. Qurbanov özü də deyir ki, yəni onu nə mən bilirəm, nə siz bilirsiniz. Özü və bir Allah bilir onun nə yaşadığını. Nə sən bilirsən, mən bilirəm, dəfə özü bilir. Yenə deyim. Çox da arxayın olunası oyuncudur, amma karakter olaraq çox ləzzət eləyir mənə. Mənə də karakter olaraq xoşuma Bəs gəlir. səncə son oyunu kimə borcluyuq qazanmağımızı? Son oyunu kimə borcluyuq? Durana borcluyuq. Durana borcluyuq. 2 dənə qolu atdı da. Ancaq Üçüncü qurda Bəhlul atdı da. Bəhlul atdı. Şəxsən Bəhlulun yerinə mən çox sevindim. Çünki tarixi qol oldu o əməlli başı son saniyədə. Necə deyim, Frankfurt ikinci qolu Bəhlulun yüzündən vurdular bizə. Bəhlul orada penaltı elədi, penaltı vəziyyəti yaratdı. Onlara penaltı verdilər. Sonra bizə qol atdılar onlar. Bəhlula görə çox üzülmüşdüm. Baskı var idi onun üstündə. Amma üçüncü qolu Özün vəziyyətdən çıxartdı da üçüncü Bəhlul. qolu vurub özün vəziyyətdən çıxartdı, komandanın vəziyyətdən çıxartdı. Şəxsən mən də duyğusallandım Bəhlula görə, ləzzətlədi. Həqiqətən də. Növbəti oyunumuz sabah, bugün ayın 27-sidir də, Bəli. yanvarın 27-sidir bugün. Sabah 28-i. Sabahlarda inşallah qələbə bizim olar. Ya bugün sizə sabah paylaşarıq, yəni 29-u dəqiq bilirik Bəli. ki, ayarlayıb paylaşarıq. Amma sabah oyunu var, inşallah Buradan qazanarıq da, bura yəni deyək. uğurları inşallah qazanarıq. Əlbəttə ki. Ha. Amma mənə görə son oyunu bilirsən kimə borcluyuq qazanmağımızı? Məncə ən çox Nərimana borcluyuq. Nereden aldın sen bu akıllı? Nereden? Oynamadığına görə buradan çox böyük təşəkkürlərimi bildirirəm Nərimana. Qabağına çıxmayacaq buradan prosesdə. Çox böyük təşəkkürlərimizi. Oynamadığıma görə çox sağ ol. oyun- İnşallah gələn oyunda oynamarsan. İnşallah. Murat bir sənə etməlidir. İnşallah özün gəlişdirsin. İnşallah Onun gəlişdirsin. üstünə çox getməyi, özün gəlişdirsin. Növbəti oyunlarda daha yaxşı yaxşı görsün. oynasın. Bəlkə inşallah gələcəkdə başqa bir yerlərdə görürük Nərimanı. Əlbəttə biz Qarabağın tüm oyuncuları ilə bir yerdə sevirik. Təbii ki. Amma inşallah özün inkişaf elətdirər və Fəxrimizdir də bura. əlbəttə ki. Sən niyə Duran həmişə qollar Duran atsın? Duranın yerində sən də istəyirsən Nəriman olsun, mən də istəyirəm. Əlbəttə Nəriman ki. olsun. Yaxşı Biz oynayandan sonra oyuncular can olsun. qurban. Ya da dünyanın hər hansı bir favori komandalarında oynamalarını istəyərik inşallah. İnşallah uğurları bol olsun. Hər şey bilirsəniz özün gəlişdirməkdən gedir. Öz üstlərində işləsələr məncə Yaxşı olar. yaxşı yerlərə gedib çıxa bilərlər. Amma inşallah Liverpool'la sabahki oyuna çıxma, hələ ki o da ölsən. Nə fikirləşsən Liverpoollar? Liverpool'la brat. Liverpool çətindir, amma Chelsea-də bizim şeyimiz yox idi, çətin idi, bizə elə gəldi, bərabərə qaldıq. Məncə Liverpool'la da bərabərə qalarıq. Mən bərabər qalsaq da əslində yaxşıdır. Çox yaxşıdır. 24-də sən 18-ci sıradayıq. 24-də qalırıq. Məncə amma təbii ki qazanmağımız Təbii ki qazanmağımız daha yaxşıdır. Kim istəməz ki 3-2 olur. qazanar? Məncə 3-2 olacaq bizim xeyrimizə. Bizim xeyrimizə üzüşü. Yenə 3-2 olacaq. Məncə 2-2-yə 300 Sonra bərabərlik.
birin ya ikisini duran atacaq. Duran. Əlbəttə ki. Amma belə şey çıxmasın. Uduzsuq belə bizi ilə ora qədər gedib çıxmaq belə fəxrdir. Evet. Uduzmasaq da, necə deyim? Uduzsaq dərəcə. Pingvin kimi yolda ölərdik. Əlbəttə. Əsl kişi kimi, əsl canavar kimi. Haqqımız Ama pingvin demək ayıbdır məncə. O canavardır. Davamız uğrunda. Sən tək canavarsan, üstündə sığıyıb sirdən. Nəysə. Sən tək canavarsan, şığıyıb üstüvə şillər. Onlar meşə qanunlarını yaxşı bilirlər. Yaxşı. Eləncində bura. Allah anar nağılbaza da rəhmət eləsin. Amin. Allah rəhmət eləsin. Əlbəttə ki. Çox yaxşı dövrdür. Yalnız o mahnıların trend olduğu vaxtlar. O dövr tamam başqaydı. Sənə deyim, 2000 neçə idi? 2011 idi ya 2012 idi. Bilmirəm. Mənim bir kitarski telefonum vardı. Telefonun adı Bluetooth idi. Bluetooth. Markası Bluetooth idi təsəvvürlə. Orada ilk Azərbaycan rapim mənim o telefonda olub. Adı şey olub. Qaradır, qapqaradır, iynə qara, Sap qaradır. Eşat Xose. Aha. Azərbaycan rapinin xaç atası. Eşat Xose. Eşat Xose'nin rap var idi məndə. Heç qulaq asılım oldu. Amma təsəvvürlə ki, mən rap bizim ölkədə bir sənə açandan patlamağa başladı. Açan. Korona dövründə 2019'da. Aha. 2019'a qədər mən heç rapə qulaq asmadım. Bilirdim, rapçilərimiz var. Rapçilərimizdə Və partlamışdı əslində, çox inkişaf eləmişdi, amma biz hələ ona uyğunlaşmamışıq. Bugünkü qədər də eləydik. 3 dənə rapçi tanıyırdım mən. O da bu rapə qulaq asmıyordum. Yanında biriləri qulaq asmışdı, elə yadım. Bir Epini tanıyırdım. Epini tanıyırdım. Başka kim tanıyırdım Burak? Epini tanıyırdım. Hepini tanıyırdım. Rap deyən Əkbər. Epi deyirlər, nə adı bastım, bilmirəm nə. Epi tanıyırdım, bir də Əkbəri tanıyırdım. Hə? Epini tanıyırdım. Dur yadıma salacağım. Durum. Sadece Epini tanıyırdım. Burak. Sadəcə Epini O tanıyırdım. Epini necə tanıyırdım? Əşbər Novruzlu treki var. 2016 idi ya 2017 yadımdadır. Anar Xalovla Anar ona qulaq asdırmışdı mənə. Demişdi ki, bu gör nə qəşəng bir rap var. Ona qulaq asdırdım. Sonra əsgərlikdə mənim əsgər yoldaşımın telefonunda şey vardı. Epinin bir treki var idi. Bir gün prezident olsam. Ha, işte o. Ona qulaq asmışdım. O da zor track idi. Əsgərlikdən maraqlı idi. gələndən sonra belki 2019 yanvarda geldim. Ondan sonra uzun müddet rap'e qulaq asmadım. Sonra şey oldu. Korona döneminde kəllə-kəlləyə battle çıxdı ortalığa. Pasterdən Tibu. Pasterdə mən onu da tanımırdım əslində. Pasterdə tanımırdım. Tibunu da onu da tanımırdım. Amma Pasterin izləyici kitləsi o qədər idi ki, bilmirəm, apalda elə qatırdı ki, biz necə deyim, o yaxşı polis, pis polis rolu var. Yaxşı polisi Pasterə qoymuşduq, pis polisi də Tibunu qoymuşduq. Pasteri sevdiyi elədi. Sonra Pasterin yine albomu çıxdı, sonra Epinin Epidemiya albomu falan filan yavaş-yavaş İnkişaf rap elədi. qulaq asmağa başladıq. Ta ki, bir il bundan qabağa qədər rap qulaq asırdım mən. Amma bir ildir həyatımda demək olar rap %5 dərəcədə Murat, qulaq asa bilmirəm. Bəlkə yaşlanmışam ona görə, insan qocalır. İnsanın zövqləri dəyişir də bir müddət sonra, yəni normal olaraq. Məsələn, musiqiyə qulaq asmaqda elə bir şeydir ki, sənin əhval-ruhiyyəndən asılıdır da. Mən elə olur ki, oturub meyxana, bilirsən də meyxana sevmirəm mən. Amma elə olur ki, oturub meyxana qulaq asıram. Elə olur ki, muğam qulaq asıram, saatlarca muğam qulaq asıram. Fərqli, o sənin nasirə elə olur ki, saatlarca Üzeyir Mehdizadəyə qulaq asıram. Nasirə niyə asılıb da? Həmin abu-havaya asılıb. Nasirə aid olan bir şeydir. Həmin gün sən həmin o necə sənsə, nəyə qulaq asmaq istəyirsən, ona qulaq as. Sırf bir adam deyir ki, mən sadəcə rapə qulaq asıram, mən onun Yox, elə bir şey yoxdur, amma baxıram. bəzi şeylər var. Misal üçün elə adamlar var ki, indi heç vaxt rapə qulaq asmır, maraqlı idi. Son zamanda başlayır rapə qulaq asmağa. Onun kimi şeylər. Mən də deyirəm, keçən ilə qədər mən rapə qulaq, amma bir ildə mən fərqli şeylər qulaq asıram. Elə olur ki, heç musiqiyə qulaq asmıram. Məsələn, əvvəllər avtobusda, metroda yol gedəndə rapə zada qulaq asırdım. Nə musiqiyə qulaq asırdım ümumiyyətlə. Bir ildir heç nəyə qulaq asmıram. Niyə? Fikirləşirəm ki, metroda avtobusdur, düşünmək üçün ən ideal nöqtədir. ideal nöqtədir də. Orada da mən beynimi musiqi ilə qarışdırıramsa, olmasın da bura. Orada heç olmasa düşünüm.
Mən əksinə yolda o qədər ürəyim sıxılır ki, özüm bilsən də İstanbul trafiyi falan filan. Mahnı ilə yaddan başımı qatıram ki, bir də buradan çıxım. Gedib hardasa oturub fikirləşərəm başqa şeyləri. Bir də buradan çıxım. Trafik çox yorur bura. Və zətin mən də şey eləyirdim, misal üçün, əvvəl çox meyxanaya qulaq asırdım. Mən ilk qulaq asdığım meyxana şey olub. Briqadalar hamısı yığılmışdı əsas sağ vaxtında. Ceyransan sən bir də qafiyəsi var idi. İlk qulaq asdığım meyxana olmuşdu. Elşən Xəzər, Rəşad, Pərviz, Orxan. Çox qəşəng idi. İlk qulaq asdığım meyxana olub. Ondan sonra başlamışam. Ehtiram da oradaydı. Ondan sonra başlamışam qulaq asmağa. Ondan sonra da bugünkü nöqtə ən başa Vüqar biləcəyi qoyaraq altdan hamısına qulaq asmağa başlamışam. Sən meyxana bildiyin çoxdur. Belə də biraz. Çox deyəndə ki, mənə görə çox. Sənə görə ola bilər. Mən meyxana deyim də 14-15 yaşımda bəlkə qulaq asmışam. Sonradan nə bilim meyxana sıxıcı gəldi mənə. Sonra çox şey dəyişdi, sən də şeylərini dəyişirdin. Hətta insan bir şey olduqda bir səni qulaq asaram. Necə qulaq asaram? Sən yanında açarsansa meyxana, sən oturub qulaq asaram. Səni də ləzzət eləyən bir meyxana olsa, əlbəttə qulaq asar. Həmin atmosferi və düşsə. İçində qəşəng söhbətlər, zadlar tutaram, eləyərəm, qulaq asaram. Amma belə tək qulaq asmıram bura. Tək belə gedmir. Tək getmir də. Ya mən elə bir insanam ki, mühitə ayaq uyduran bir insanam da. O mühitdə nə edirlərsə, mühitə o qədər şey eləmirəm də. Ay sağ ol. Ya mənlik deyil zat. Yəni ki, mühitə ayaq uydururam. 4 nəfərin içində 4 nəfər meyxanaya qulaq asır, onlarla oturub meyxanaya qulaq asır. Əlbəttə. Mən full meyxanaya qulaq asırdım. Defarsı son 3 ildir falan başlamışam qulaq asmağa. 2-3 ildir repə qulaq asıram. Repə qulaq asanlardan sonra da mən bir də şeyə qulaq asmam, məsəl üçün meyxana rep kimi şeylərə. Mən ən birinci pik nöqtəyə kimisə qoyuram, mənə ləzzət eləyən. Qalan reperləri ya da meyxançıları ondan aşağıya düzürəm ki, şeydir. Sən bəs repdə pik nöqtün kimdir? Repdə və meyxanada respekt dediyin insan kimdir? Birisi yaxşı rep deyərsə, deyərəm ki, superdir, yaxşıdır. Ləzzət eləyir. Yəni bir də treki pis çıxanda o birisi treki yaxşı çıxa bilər. Məsəl üçün O ayrı məsələ. New School-lara bu ara çox qulaq asıram. New School da sayılmaz bəziləri. Necə deyim? VJL mənə çox ləzzət eləyir. VJL-ə qulaq asıram. VJL-in Padenlik var. Alik Perviyə qulaq asıram. Alik Pervi. Köhnə New School-lardan nəmi? Efraim zatda, Efraimcinin 140 Vibes-in uşaqlarına qulaq asıram. Eynullah da bir ara partladırdı. Eynullah partladırdı. Sonra nəmi Eynullahın üstünə çox getdilər. Bilmiyorum, Twitter'da problem zad olmuşdu. Bir ara Pasteur yazada yazmış, sonra Pasteur'dan zad istədi. Eynullah ondan sonra söndü elə. Rep aləm milləti bir nəfər düşdüsə fisiyodur. Yəni qalxmağı çətin olur. Treki vardı onun. Tərxək treki, qulaq asırsan bəlkə. Tərxək treki mənə ləzzət edir. Zor idi. 140 Vibes əvvəllər bomba işlər görürlər. Son zamanlar elə bir şey iş görmürlər. Heç bir şey eləmirlər. Sadəcə Efraim indi bir dəfə trek buraxar ya buraxmaz. Həsrətlə gözlədir. Buradan Efraimə deyirəm ki, Efraim, sən çox ləzzət edirsən, gözəl repersən. Sadəcə biraz çox ara vermə də treklərin arasına. Bizi də intizarda buraxma. Sənin treklərini buraxma. Öpürük buradan. Efraimə salam. Efraimə buradan salamlar. Elə güya izləyəcək. Bəlkə izləyəcək. İlərdə. Amma şey var, misal üçün, mən repdə 2 nəfəri tutmuşam. Fərqli janrlarda, prosta. Treklərdə, bir də battle'larda. Battle deyən kimi ağlıma ilk gələn şey FTB-dir. FTV əfsanədir. FTV-nin İstanbulda olan şeylə İstanbulda da. Çox FTB var ha, yəni şey deyəndə, battle deyəndə ilk ağla gələn az repdə FTB-dir mənə görə. Çünki canavardır da bu insanda, avtomatdır. Beyin o qədər qəşəng işləyir ki, o qədər şeyli işləyir ki, Sıraz yerini sıkıntı da, zor ləzzət eləyir. Amma treklərdə mahnı buraxmağına görə falan, replərinə görə ləzzət eləyən ekspertdir. Ekspertdə nəyə görə? Dediyimə görə mən şeiriyyat üstünlüyü verir. Mən özümdə çox yazır. Əlbəttə, mən özüm dediyimə görə əvvəldən də meyxanaya qulaq asıb, sonra repə qulaq asmağa başladığıma görə ekspert mənə özünə cəlb elədi. Mən birinci istəyir rep olsun, meyxana olsun, mahnı olsun, bu cür gəlir şeylərdə heç fikir verdiyim ritim deyil, onun özün izah eləmə forması və dediyim mənadır. 10 da sözdən 9-unda mükəmməl məna varsa, o mənayı 3 nəfərin içində qulaq asanda sadəcə biri ya ikisi başa düşürsə, o mənim üçün mükəmməl bir şeydir. Yəni
beyin yormaq lazımdır o başa düşmək üçün. Yumurta deyirlərsə, əyləncəlisə o qədər mənə oturmur. Mən gərək o sözün üstündə Qəşəng söz başlıyorum. olanı mən də məsələn deyirəm ki, hər məsələn bir şey izləyirəm, telefon izləyirəm. Qəşəng söz olur, pozandır, qoyuram, bir 5 dəqiqə həzm eləməyə çalışıram o sözü ki, bu söz nə söz idi. Çox ləzzətlidir. Adam beyin yandırmaq deyirlərdi ona Amerikan aləmində. Həqiqətən mən beynimi yandıran sözlər Ekspertdə var, ləzzətlidir. elə şeylər var. Türklərdə də şeydə var. Bu adın yadımdan çıxıb bir şey vardı. Çukurun adın mahnılarını oxuyurdu. Hə, Qazapizm. Qazapizm. Qazapizmin bir dənə trekində şey sözü var ya. Deyir ki, günəş yarına cebe. Mən həmişə qulaq asıb keçirdim. Bir gün oturdum, fikirləşdim. Günəş yarına cebe nə deməkdir? Günəş yarına cebe. Yarını sabah, cebe də hamilə deməkdir. Günəş yarına alır. Günəş yarın sabah doğacaq. Bu sözü fikirləşmək lazımdır. Günəş yarına. İncəlik söhbəti var da orada. İncəlik söhbəti var ya. Ekspertdə belə şeylər daha çox. Eksperti çoxdur, yəni treklərində həddən artıq ləzzətlidir. Bilirsən nəyə görə? Ekspertə bir dəfə qulaq asıb bir şey ləzzətli oxuyub demirəm. Hər hansı bir liboy trek olsun qulaq asıram, otururam bir baxıram. Çox ləzzətli. Sən deyirsən də bir dəqiqə saxladım, baxdım ha. Mənə dəfələrlə olur. Ekspertin bir dəqiqə trekində bəlkə 10-15 dəfə mən dayanıb baxıram ki, o nə deyir ala bu? Şey də qəşəng. Çox ləzzət eləyir. Qaraqanın mən əvvəllər heç Qaraqana qulaq asmamışam düzünüzü. Qaraqan partlayan zamanlar mən Prime dönəmində. 15, 16, 17 yaşım var idi. O vaxtlar mən meyxanaya qulaq asırdım. Qaraqan məni biraz qəribə gəldi. Keçən il başladı. Deyəsən Qaraqan təzədən. Keçən il zat başladı. Şey eləmişdi, buraxmışdı. Qəşəng treklər buraxdı. Qaraqan qəşəng treklər buraxdı. Demirəm pasiyan oturub Qaraqana qulaq asıram, amma buraxdığı vaxtlar bir dəfə, iki dəfə treklərini izləmişəm, qulaq asmışam. Qaraqan məncə əvvəlkindən daha yaxşıdır. Vallahi mən Qaraqana qulaq asmamışam deyə kimi. Mənə şey eləmirdi, oturmurdu bəlkə də o görə. Məncə dediyim kimi əvvəl şeiriyyata bağlı şeylər. Keçən il təzədən Qaraqan qayıdandan sonra Qaraqanı qulaq asmağa başladım. Qəşəng şeylər, treklər, zatlar buraxıb, amma əvvəllər heç qulaq asmamışam. Qulaq asırdım. Fahişələri yandıraq, fahişələri yandıraq, zomitləri, Efrandidən ona dis atmışım, deyəsən, zomitləri yandıraq, Hə, onu bilirəm. Elə trekləri vardı, hamı dəli kimi quranırdı, dəli olurdu, Qaraqan, evdən nəmi, bizim yaşlılarımızla, evlərinə divara hostat yazanlar zatlar vardı o dövrlər, hostun aşıqləri var idi. Mən heç qulaq asmadım. O vaxtda mən bir dənə Lili Orxanın məşhur olan vaxtlardır. Bir dənə qız mənə dedi ki, Lili Orxanı tanıyırsan, Lili Orxanın fanatları. Mən də Lili Orxanı heç vaxt tanımamışam da. Mən Rəşad Dağlıya, Pərviz Bülbülə qulaq asan uşağım, kənd uşağıyam da. Deyir Lili Orxanı tanırsan, deyir amma Lili Orxan kimdir? Deyir nətər tanımsan, məşhur zat. Lili Orxan ölən vaxtlar vardı, qızlar ölürdü Lili Orxan. Biz o vaxtlar nə həmin İfrata qora qulaq asın. İfrat yenə də heç, İfrat Başqa, o ayrı mövzudur. İfrat özü ayrılıqda bir mövzudur. Sənəti də ayrı mövzudur, özü də ayrı Şeydir mövzudur. də, Murat, sevgi şairidir. Bəstəkardır. Hər şeydən İfrat super bəstəkardır, super meyxanaçıdır. İfrat ayrı məsələdir. Meyxana deməyə görməmişəm, hə? Amma məncə şeirlər superdir, mahnılar superdir. O tamam ayrı məsələdir. Qadınlar. Onun da fikrini ifadə eləmə forması tamam ayrı növdür. Başqaları ilə eyni deyil də. Tamam ayrı cür ifadə edir özünü o insan. Misal üçün, necə deyim, kofedən danışırsansa, sən kofe şirinliyindən danışırsan, həmin o insan kofeyə elə... Bu arada Elmi Valiyədə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Elmi Valiyədə. Məşənin cənnət olsun. Qeymətən, Elmi Valiyədə bəzi meyxanalarında əyləndirirdi bizi. Yumorik xarakteri var. Bəzi söz yox, dramatik şeylər də vardı onun meyxanalarında. Meyxancıların şeyi də o da. Sən dediyin kimi ortama ayaq uydururlar da onlarda. Elmi Vali rəhmətliklərdən şey vardı. Zaru Aşıq. Bu aralar baxıram Zaru Aşıqın bir zamanı var ya. TikTok'dan falan bayağı çıxdı. Nasıl? Zaru Aşıq neydən partlatmışdı? O da bir dənə şey var. Zaru Aşıq, Piramida Yox. var. O da öyle, yala Sən ya. şey deyirsən ya. MC Bası demirəm, yala, Piramida var. Yox. Piramida, bara gedirəm. Ola bilər. Zaru Aşıqın şey var idi. Ən çox partladan Bomba kimi, bomba. Ay, yox, tutmadım o. Bir qaynanan ölsün, yastığa dönsün, oxusun Aysa. Çıkışkı baba,
Babaş, işte babaş Oxumuş, o bilmirəm hə. Avariyada öldü. Sən var ki, hara gedirəm, piramida, bara gedirəm, qəşəng. Qəşəng çıxartdı desən, sonra şey, bomba. Şey, yəni, Hə, bomba çıxartdı deyəsən. Bomba kimi də oldu. MC Bas demiş, MC Basın həqiqətində piramida treki çox qəşəngdir. MC Batın bir dənə mən piramida trekini bəyəndim də bura. Yəni şey də var, üstümə gəlmə. Üstümə gəlmən qulaq atmışam mən. O da zordur. Amma piramida daha yaxşıdır. Partlayışı da piramida ilə oldu. Partlayışı əlbəttə piramida ilə oldu. Sonradan da onun buraxdığı treklərə qulaq asdım. O da idi. Son vaxtlar o da idi. Hə, elə bil ki, nəbzini tuta bilmirik izləyicilərin, qulaq asanların, dinləyicilərin nəbzini tuta bilmir ya. Bilmirəm, Burak. Əlbəttə ki. Amma mən buradan sən səsləndiyin kimi mən də ekspertə səslənirəm. Ekspert bu arada TikTokda şeydir. Özü haqqında videolar paylaşan və yaxud da özünü paylaşan insanlara çox şey yanaşırlar. Amma çox intizarda Burak, şey dinləyicilər. Çox. Ekspert sən üçün darıxmışıq. Geri dön Burak. Həqiqətən geri dön. Respekt. Mən demirəm şeyə, köhnə label'a pas dediyiniz adın yanına dönsün. Onların şəxsi işləridir. Amma musiqi özü davam edir. Yeni albom buraxmaq istəyir bu arada ekspert. Paylaşımını gördün. Şey, onların label var deyəsən, 101 Monster, 1001 Monster deyə elə bir labellar var. Yavaş buraxmırlar. Amma sonda bir də albom buraxacaq ekspert. Ekspert bizə necə? Əvvəl çox sərt treklər buraxırdı. Ət çəkən falan vardı. Görürsən, ləzzətli də sərt trekləri vardı. Amma biraz inkişaf elədikdən sonra, təmiz relaks olmağa başladı. Burada nə demək istəyir ki, ekspert, sənə buradan respekt, bizi intizarda qoyma, brat, geri dön. Dönmüsən, əslində yoxa çıxmamısan, yenə gündəmdə az-çox varsan. Burası yeni treklər burax. Buradan da nöqtəsini toxunum. Keçən videoda İstanbulun pis tərəflərindən danışmışdıq. Daha doğrusu bizə oturmayan tərəflərindən danışmışıq və izləyicilərdən də bəziləri pis tərəfi olaraq görüb bunları. Ona görə də məncə bugün yaxşı nöqtələrindən danışmaq lazımdır. Misal üçün, sənin İstanbulda ən sevdiyin nöqtəsi nədir? İstanbul deyən kimi, mən bu ləzzət eləyir də İstanbulun bu şeymə, nə desəlsin? İstanbulun saymaqla bitməyən şeylər gözəllikləri var. Möhtəşəm. Əgər baba pulun varsa, dünyanın məncə yaşamalı ən gözəlliyi İstanbuldur. Məncə də. Pul olandan sonra ən zor yer İstanbuldur. Amma mən İstanbul deyib, taşı topraq altındır. Həqiqətən də elədir. Məsəl üçün, Boğaz deyirsən, Boğaz, mənzərə, meşələr, ormanlar. Mənzərə söhbətində süper. Hə, adalara girsən, tamamı şəhər həyatından çıxırsan, elə bir ki, hansısa bir belə ki, nə bileyim, Bodrum, Antalya tərəfə tatilə getirirlər, elə bir yerlər orada. İstanbulda hər şey yaşamaq olur. Çox süperdir. İstanbulun, necə deyim, ən ləzzət eləyən nöqtələrindən biri, hər tərəf dənizli, hər tərəfdə də full dəniz mənzərəsi var. Plus da ki, ləzzət eləyir də dəniz mənzərəsi insanı. Adam oturan. Türk yeməyi səncə hansıdır? Ən sevdiyim... Yeməyimiz də pis. Ən sevdiyim türk yeməyi, Burak. Türk yeməkləri, türk milli yeməkləri. Nə deyim ama? Sən üçün nə deyim? Mən üçün ətlərini çox sevirəm, bu ayrı. Məsəl üçün yağlı karadır, şüşləmədir, töp şişdir, ət şişdir, dana şişdir. Bu kebab sistemini tamamilə sevirəm. Mən ət yeyən bir insana. Adananı o qədər sevmirəm, Adana acıdır. Urfasını sevirəm. Mən İskəndər ləzzət eləmədi amma keçən də bir video... İskəndər də xoşlayıram mən. Mən çox ləzzət eləmədi. Aşırı... Sən xoşlamam. Sen gelme ulan ayı. Türkçənin pilavını sevirəm mən. Hə, bax. Nohutlu pilav. Bəzi videosu olacaq. Bəlkə ən sevdiyim şeydir. Tavuklu pilav ola bilər mənim. Börəklər çeşid-çeşiddir. Hə, kahvaltıları zordur. Bax, türk kahvaltısı mükəmməl. Kahvaltı sevirəm, börəkləri sevirəm. İspanaklı böreği sevirəm, millikli falan, poğaça, moça. Hamur işlərin hamısını sevirəm. Türk kahvaltıları da karaoke. Kahvaltılar, başqa nəyi sevirəm burada? Nə bilim, yeməklərdən. Mən... Çorba. Tarhana çorbasını çox sevirəm, tarhana. Tarhana Azərbaycanda heç yeməmişdim. Azərbaycanda yoxdur qaliba. Amma retki yerlərdə tapılan misal üçün. Umaç eləyirlər, Azərbaycanda umaç bu deyirlər də. Eləyirlər, amma tam tarhanaya o deyil də. Tarhana tamamən başqadır. Tarhananı sevirəm.
Elə bu qədər. Çox Mən şey, indi aklıma gəldi. ən çox mənə oturan türk yeməklərindən şeydir. Kahvaltılarıdır. Kahvaltılar çox. Bəlkə plus ki sən çoxdan da burdasan, çox şey yeyib dənəmisən. Mən qısa müddətdir buradayam. Hardasa 4 aydır falan buradayam. Hələ ki türk yeməklərinin çoxunun dadına baxmamışam. Amma məncə dolmasını çox tərifləyirlər bura. Dolma amma bizimki məncə mənə görə daha yaxşıdır. Yaxşı da pis dəmlə. Qəşəngdir amma Tamamın ayrı dadı var. buradakının tamam ayrı dadı Tamam var. ayrı. Bizimki de etli olur, değişik sarma var. Etli olur, isti olur. Bunlardaki şey olur. Soyuq olur. Zeytinyağlı şey olur, Sarma. soyuq olur. Bir de şey olur istersen, düz zat olur, et olur. Bence bizim için tadı tamamen ayrıdır. Onları karşılaştırmayalım. Məncə də. Bence ikisi de yaxşı. İkisi də özünə görə şeydir, öz dadına görə Öz yaxşıdır. dadına göre bir şeydir. Şeyi hoşduram, değil mi? Karnıyarık sevirəm, patlıcan içinde şey olur, kıyma. Onu sevirəm. Zor. Patlıcan kebabı sevirəm. Gedər. Kebab sistemi sevirəm ümumiyyətlə. Kebab hamısını sevirik. Hə, dəniz məhsulları Dəniz xoşlamıram. məhsulları. Ay, Sən sevirsən. sən necə səlyanlısan axı? Yox, dəniz məhsulları bilirsən, çəki olsa çəki yeyərəm. Sazan başqa. gedər. Sazan hər türlüsünü yeməlidir, amma Türkiyə dəniz balıqlarının hamısının dadına baxmışam. Baxmamışam, söhbət yox. Aftapotundan tutmuş, xərçənginə qədər hamısının dadına baxmıram. Dadına baxmadığım şey yox. Amma sevmirəm. Dəniz məhsulları. Mənə görə dənizdən çıxan hər şey yeməlidir. Dənizdən nə tapsam mən üçün yeməlidir də. Yəni balıq növlərindən falan şey edirəm. Amma məsələn midye çox ləzzət eləyir. Mən midye olmasın. Keçən videodan da göründüyü kimi İstanbula gələr-gəlməz ilk yoxladığım şey midye oldu. Çünki mən Azərbaycanda bir dəfə yemişdim. Atmışdılar mənə şeydə o 28-də bir dəfə ki molun qabağında aralıq var. Orada midye satan var idi bir dəfə. Konkret bir atdım hə. Bir də midye yedim, dadına baxdım. Heç sevmədim. Azərbaycana giydirmə bir şey. Daha güzel yox, daha şey. Gəldim burada yedim. Gördüm amma midye tamam başqa bir temadır. Yəni çox ləzzət elədi mən. Bizim kültürdə yoxdur. Hə, bizim kültürdə Türklər də yoxdur. var. Türklər məsəl üçün bozbaşı biz yaxşı bişiririk. Türklər biz bişiririk təbii ki. Ona görə. Əlbəttə. Bizim iş deyil. Evet, o da biz yedik. Amma Türkiyədə balıq yeməklərini xoşlayıram. Prosta balıq ekmek var, aslında uskumru deyirlər. O ləzzət eləmir də özümə. Uskumrulu balıq ekmek mənə ləzzət eləmir zaten. Məzə sistemlərinə də baxırsan, məzə. Məzə perfect. Məzələr Super. hamısını sevirəm. Mən də. Məzələr Ev zor. havasıdır, sudur, atomudur, kir tezmesidir. Nəmi? Super. Patlıcan ezmesidir. Patlıcanlar, şalgam, super. Hamısını sevirəm. Dadlar Qəşəngdir. xoşuma gəlir. Salat sistemləri də tamamilə bizdən fərqli. Hə, bizdən çox fərqli. Salat sistemi bizdən. Salat bizdən nə? Sadəcə istasil salat, mimoza falan. Hə, Onlar- paytaxt salatı onlar falan. Türklər məzə olaraq deyirlər. Hə, salat demirlər, məzə deyirlər. Ay, Salat burada bilsə nədir? Çoban salatasıdır, nə bilim, İstanbul salatası, bəlkə görürsən, soğan, pomidor, soya sosuyla. Onu sevirəm. Nə bilim, gavur dağı sevirəm. Benim çoban salatası içində qozu salatı falan. Salat, roka salata, Roka salata, sevirsən. roka peyniri zordur. Salat sistemi məncə Azərbaycandan daha şeydir. Bunlarda çeşitli İnkişaf eləmişlər. Çeşidləri çoxdur. Çeşit çoxdur. İstanbulda Çeşitlidir. yemək çeşidləri çoxdur. Əlbəttə. Ölkə Azərbaycandan daha böyükdür. Bölgələri də çoxdur. Məsələn, Karadeniz bölgəsi, Doğu bölgəsi, Orta Anadolu, Anadolu, İç Anadolu, nə bilim, Avropa tərəf. Hər bölgənin özünə məxsus yeməkləri var. Hamısı bir yerə ümumilikdə toplaşdırıldığında çeşid daha çoxdur da. Ay, sağ ol, başa Bizdə düşdüm. Azərbaycan zaten Türkiyənin bir bölgəsi qədərdir. Hə də. Bizdə də İstanbul. bölgələr var. Aran bölgəsi, Qarabağ bölgəsi, Şimal bölgəsi, Cənub bölgəsi. Çox, çox. Bizə özünə məxsus bölgələr, çeşidləri falan var. Amma çeşid daha az Azərbaycanda. Çünki Türkiyənin biz sadəcə İstanbulun içində olan çeşidlərini görmüşük. Türkiyə o qədər böyükdür ki, hər yörənin yüzlərlə çeşidli yeməyi var. Yüzlərlə çeşidli adəti var. Onların çoxunu görməmişik. Bölgənin yeməyi tapa bilərsən. Bəli. Məsələn, burada aşağıda azlığında göstərbilirsən, gürcü mətbəxi də var. Hə, aysa. İstədiyin Hər mətbəx yer var, tapa yəni. bilərsən. Qlobal bir şeydir. İstanbul universaldır. Həqiqətən. Amma bəs şeydir. Mən gözlədiyim kimi çıxmayan bir də şey var. Mən Azərbaycanda olanda çiğ köftə yeməmişəm Azərbaycanda. Çox maraqlı gəlir ki, necədir. O qədər tərifləyirlər ki, mən oturmuşdu beynimə ki, çiğ köftə zor. 3-4 də yerdə çiğ köftə yemişəm. Heç ləzzət eləməyib də. Yəni yaxşı pisi söhbət tutulub, ən yaxşısı gəlsin. Sadəcə onun o hissi, o dadı mən oturmur nəsə. Çiğ köftə mən sevirəm. Amma necə deyim? Olmasa da yemərəm. Yəni axtarma.
çiğ köftəli istəyirəm. Olanda yeyirsən, ləzzət eləyir. Olanda hə yeyirəm, ləzzət eləyir. Amma beynimə heç vaxt vurmur ki, ya gecənin bir ayam, gedim bəlkə çiğ köftə yeyim. Hə, o vəhşi də mən xoşam. Olanda da mən 2-3 dəfə yoxlamışam, demişəm yox Onların bura. çiğ köftəcilər çoğu yerdə sabaha qədər işləyir. Hə, 24 saat işləyirlər. 24 saat işləyir. Ben çiğ köftəni görürəm çox yerdə 24 saat. Mən də. Yəni gecələr insanların beyninə vurur da yəni. Gedim də çiğ köftə yeyim mən. Bilirsən nəyə görədir, Murat? O çiğ köftə gecə saat 1-də işləyir, lülpiyanı içirlər. Alkaşda mən dostum var, çiğ köftə dükanları vardı onlar. Deyir ki, gecə saat 2-də, 3-də səhərə yaxın bir də alkaşlar tökülüşürlər. Onlar yeyirlər. O görə səhərə kimi açıq qalır deyir. O da olar. İçkilə insanlar çox gəlir. Amma gözlədiyim kimi olmadı. Bəs sənin belə bir şeyin var ki, Azərbaycana xəyalın qurur ki, İstanbul belə elədik. Gələndən sonra düşündüyün qədər olmadığını gördüyün bir şey. Hə, var. Nə? Ben yani bu konuda cəmlərim çox var. Mesela İstanbul'u çok farklı şey dizilerden, seriallardan falan təsəvvür ediyorum. Adiləşir. Bir şeyin mesela telefonda, çəkildə da görürsən, keşke orada olursa. Gelirsə bir gün orada olursa, ikinci gün adiləşir sənin. Ay sağlar. Ben bunu harada hissederdim? Ben bunu əsasən şeydə hissederdim. Məkkədə hissederdim. Həmişə xəyalım quruldu ki, Məkkəyə. Öyrəşir də insan. Məkkədə 5 gün qaldı. 5 gün qaldı. Çox sağ ol. Məkkədə 5 gün qaldı. İlk 2 günlük falan şeye gittim. Kəbəyə getdim, təvaf elədim. Allah qəbul etsin. Bir dəfə eləmişdim, getdiyim gün ehramda. Sonra yenə ehram getdim. Marağımda yenə görmək istedim. Getdim elədim. Sonra şey elədim. Bəzi dağlar, ziyarətlər, zatlar var. Onları gəzdim elədim. İnşallah bəzi şey vlogun düşərəm orada kanala. Dağları gəzdim elədim. Sonra Mədinəyə getdim, gəldim. 2 gün yenə şeydə qaldım. Mədinəyə bir günlük getdim, gəldim. 2 gün yenə şeydə qaldım. Kəbədə qaldım. Son gün Kəbə ətrafında gəldim. Orada Mərvə dağı ilə Səfa dağı var. Yəni Səfa dağı eləyirdi. O dağın arasına getdim namaz qıldım. Kəbə orada. Getmədim ora. Adiləşir insanlar. Bilirsən, şey kimi də bura. Ona görə deyirlər ki, müqəddəs yerlərdə yaşamaq. Müqəddəs yerləri heç ziyarət elə gəl. Və yaxud da xəyalında qurduğun yerlərə get, 2 gün ziyarət elə, qayıt elə. Xəyalındakı kimi qalsın. Xəyalındakı kimi yaşasın, qalsın. Yenə gedib oranı görürəm. Mən sözsüz oranı yenə gedib görmək istəyirəm. Amma çox sevdiyin yerdə yaşamayacaqsın. Ayşə. Çox sevdiyin yerdə yaşadıqdan sonra Adiləşir. Bəlkə bir müddət sonra oraya sən nifrət də edə bilərsən. Bilirsən nə kimi bir şeydir? Misal üçün hər hansısa bir sözü tez-tez təkrarlayanda mənasını itirir. Kiminsə adını tez-tez təkrarlayırsan, mənasını itirir, boş söz kimi gəlir. O da elə bir şeydir, yəni bir şey həddindən artıq çox olanda mənasını itirir. Hər şey qədərində yaxşıdır. İnşallah bundan sonra da heç bir ölkədə gedib yaşamaq istəmirəm. Bu bəs kifayət. Gəzməyə gedərəm maksimum. Gəzmək, görmək istəyirəm. Çox ölkə var xəyalım. Amma get maksimum bir həftə. Bir həftə get, gör qayıt. Gedib orada yaşasın, yaşayırsan. Yoran nifrət edirsən. Ha, söz oradan Nifrət edirsən, adiləşir. sıxılırsan da, normal gəlir. Elə bir səlyandakı kimi eyni şey olur da. Necə sən Neftçalanın Qarayaman kəndi sənin üçün çox adi bir yerdir. Normal. Məncə İstanbuldur ki, sənin üçün. Mənim üçün adiləşib. Mən İstanbula bilsən necə? Bir insan ki, misal üçün səni götürək, gələndə ağlında nəsə fikirləşmişdim. Yox, İstanbul, elə İstanbul belə. Nəsə ən az olsa xəyal var idi də səndə İstanbulla bağlı. Andal Allah deyirəm, İstanbula gələndə ağlımda bir qram şey yox ki, mən İstanbula gedirəm, nağarram. Elə bir ki, Nevşehirdən maşına minib Bakıya gedərəm də, normal bir şey kimi. Həmin vaxt elə bir stresli vaxt idi ki, şeydə çox şeylər var idi, səbəb var idi gəlməyimə görə. Gələndə heç fikirləşmirdim ki, İstanbul. Gəzəcəm, o eləyəcəm, İstanbul falan yeri, hə. Necə ki bir ölkədən çıxım demişdim. Andal Allah, yəni İstanbul barəsində bir dəqiqələr şey fikirləşib gəlməmişəm də. Elə belə prosta çıxdım, gəldim. Gələndən sonra gördüm ki, amma mənə şey yanıltdı. Azərbaycanda şəhər sistemi tam fərqlidir axı. Misal üçün Salyandan, Neftçadan çıxıb gedirik Bakıya. Bakının sistemini bilirsən də. Yəni Bakıya çatanda bilirsən ki, şəhərdəsən. Biz şəhəri ona görə alqoritma beynimizdə tutmuşuq ki, şəhər bu cür bir şeydir. Amma İstanbula gələndə görmüşəm, Bakı tamam ayrı bir şəhərdir. İstanbulda bizim beynimizdə tutduğumuz şəhər teması yoxdur. Çox rahatdır. Belə çıxması şey kimi. Rayon kimi bir şey deyil. Çox sadədir hər tərəf, çox düzdür. Çox bomba şəhərdir, amma çox düzdür.
Bizdə balaca bir şəhərdir deyə, misal üçün Bakı. Bakı o qədər şan-şahal eləyiblər ki, gələndə görsən ya gözün açılır, elə bir tarixi yerə gəlmisən də, başa düşürsən. O elədi. İstanbulda var, heç şan-şahal. Çox şan-şahal yeri var. Amma bir-birinə Səmtləri var, hə, çox uzaqdır. Misal üçün mən gəlirəm burada oturmuşam, Kadıköy'ə gedəndə görürsən ki, şəhərdir. Tamam fərqli şəhərdir. Orada işıqlı, o yan. Mən sənə cəlb edir ki, sən şəhərdəsən, bura. Elə belə şeydir. Kilometr uzağa gəlsən, Söğütlü çeşməyə. Söğütlü çeşməyə gəlsən, bu nədir? Rayondur. Elə bir Şirvanın quruğundasan. Fikir təbii yeri çıxarsın. Sən Saxlamasalar səni yapışır. fikir dəqiqə çıxsan, sən vurmasalar yox. Sağ tutsun şürəysən ki, sən hər an öyrələ bilər. Yəni ki, elə də İstanbul. Çox qarışıqdır. Danışa bitirmək olmaz İstanbulu, brat. İstanbulun gözəllikləri çoxdur, brat. Hər tərəfli. İnşallah mən fikirləşirəm ki, biraz havalar qızsın, yazın bilirsən nərdəsə, hardasa getirib oturaq. 2 dənə sandalya alacaq. Mən adalarda kimsəsiz yerlər tanıyıram. Qayalıq, dənizə olub. Çox gözəl mənzərəli yerlər tanıyıram. Maşallah xalam oğlu vikinglər kimi gedib hər yeri kəşf eləyib. Hə, vikinglər kimi kəşf eləmədim. Gəmini sürmədiyim yer qalmır da. Qəşəng yerlər bilirəm. Gedib qəşəng mənzərədə zətdə video çəkək. Qəşəng mənzərəli videolar Los falan. Angeles'də zətdə. İndi buradan deməzdim, nə gərək orada alta yazardım. Hello Los Angeles, Los Angeles, burası da. Kaliforniya falan yox. Daha qəşəng videolarım falan gedir. Ha bu arada orada bir dənə keçən videoda fragment var. Şeydi, yadıma düşdü. Keçən dəfə demişik ki, bir öncəki videomuza 1000 like gəlsə, heç 1000 baxış gəlməyib. Bu videodan əvvəl gedib baxa bilərsiniz də, bəlkə ləzzət eləsə sizə. Şeydi, 1000 like gəlsə gedib boğazda çimirik. Qışın ortasında, fevral ayına qədər 1000 like gəlsə, əgər qışın ortasında bizə əziyyət vermək lazımdırsa, 1000 like-a gedirik boğazda, iki qardaş üzürük, soyuqla. Burada manyaklar var ki, hər gün videolardan tanışı görürsünüz də, bebəkdə çimir. Sən 30 gün hər gün dənizə girir. Yox. Bebəkdə. Bebəkdə girənlər var da, o da bir dənə kişi də var. Deyək, qışda pasiyan girir buzdan. Onların kuruğu, bebəkdəki həmin o kuruq, şeydir, talbala çoxdur, qadınlı, kişili çoxlar. Qışın ortasında girirlər dənizə, yay qış fərqi yoxdur, hər gün. Hər gün. Partladıqlar sosial mediada. Sən öyle, Adamın 160 min nə qədər takipçisi var. bilmirəm nə qədər, amma yüzü də öyrəşibdir ona. 80 min takipçi hər gün girirlər. Hər gün dənizə girirlər. Cəmaət onlara qoşulur, girmək istəyənlər gəlib bir yerdə girirlər. Ayın biri qar yağmışdı, səndən Qarın altında, hə. O videoya baxıb ayın biri günü bunlar qarda çimildilər. Yuxarıdan qar yağır, bunlar dənizə girirlər, ki. Biz də elə bir şey eləmək istəmirik, elə bilməyin ki, biz də onlar kimi qarda həyatda dənizə girəcəyik. Onlar bilsə biz də Girərik, brat. Prosta ki, qardaş, biz aran uşaqlarıyıq. Bizim bir yayda kürək əllə vurmaqdır. Qışın ortasında boğaza girmək üçün biz fantaziyamız olmuyor. girərsən mən səni video çəkərəm. Nə oldu? Deyə mən girirsən bax. Bir nəfər video çəkərəm. Tripodu quracağıq, brat. İkimiz də çəkəcəksən, ondan narahat olma. Az 1000 like gələndə öl. Ancaq beynimizə düşsə, sadəcə sosial mediada partlamaq üçün girə bilərik. 1000 like ehtiyacı yoxdur. Qar yağsa, qarda gedib dənizə giririk. Kontenti dəyişirik, qar yağsa dənizə giririk. Aralar şeydən də danışaq. Seriallardan danışaq. Seriallar. Aralar nə? Mən bir şeyə baxdım, bir yerdə bu arada bir yerdə vikinglər. Bəli, bir yerdə başlamışıq vikinglərə. Look at these people. They no longer support me. Look. Why would they? I'm your leader and I just left. Xalamoğlu əlbəttə ki, 6 sezonun hamısına baxıb, ondan çıxandan sonra Vikinglə bağlı nə qədər serial film varsa hamısına baxıb araşdırıb. O qədər mənə dedi ki, otur bax. Mən dedim ki, hə, baxaram, sabah baxaram, sonra baxaram. Fırladırdım pasiyanı. Axırı dedi ki, hə, oturub baxaq. Fisiyo. Bir yerdə oturub başladı Vikinglərə baxmağa. Ləzzət elədi amma. Sual verim onda. Ver bura. Lagerta yoxsa Şahzadə Oslo? Lagerta, brat. Əlbəttə ki, Lagerta. Məzələnirsən sən. Məncə Şahzadə Oslo daha gözəl. Sən şeylərinə görə yox da, öz hərəkətlərinə görə, davranışlarına görə gəlsə, Lagerta yox, axır vaxtda quş buraxır. Uzun şey, hərəkətlərinə baxaq. Heç biri düz deyil. Karakter olaraq Lagerta daha qəşəng karakter. Juvoydu. Juvoydu da, Dostoydu. Dostoynu da. Prosta ki, Mən qadın tərəfdən deyirəm, gözəllik tərəfdən. Lagerta məncə yenə daha yaxşıdır. Qadın dediyin güclü olmalıdır ki. Mənə görə. Mənim nənəm də güclü. O vaxtda traktor qaldı. Sən ştangist olum nənəmə. O kimi. Amma mənə görə Lagerta çox möhtəşəm.
dizi tutarsan o dizi. Əlbəttə ki, indi ikinci sezondayıq hələ ki. Son vaxtlarında. Hə, ikinci sezon bitirək, 6 sezonuna baxacağıq. Ondan sonra şeyə baxacağam. Vikinglər Valhalla'ya. Vikinglər Valhalla'ya baxaq. Ondan sonra şeye bax. The Last Kingdom. Hə, O da efsane serial. mütləq. Game of Thrones. Game of Game Thrones. of hə. Thrones'u mən də baxmamışam. 2 sezon baxmışam. Sonra nə bileyim. Necə sezondur Game of Thrones? 5-6 sezon var orada. Yəni Vikingləri bitirək, sonra Game of Thrones-a da baxacağıq. İndi şey eləyik də, o qədər vaxtımız olmayıb ki, sözünə sığı. Sən baxmısan, necə vaxt tapıb baxmısan. Mən indiyə kimi seriallar, filmlər bu kimi marağımı çəkən olub, belə qlobal şeylər həqiqətən də. Məsəl üçün mən hələ də oturub Titanic-in batmağına baxmamışam. Sən Titanic hələ də bax. Çünki o qədər vaxtım olmayıb ki, bura çox maraqlı gələn şey olub, girib baxmağa vaxt olmayıb. Özün də bilirsən də şeydir. Heç vaxt tapıb şey eləyə bilməmişik. Özümüzə filmə baxmağa görə vaxt ayıra bilməmişik. Bu arada önereceğiniz film ya dizi varsa önerin. Girək baxaq, fikir bildirək. Onun hakkında danışalım. Əlbəttə hə. Ne istiyorsunuz siz? Bir dakika bilmiyorum. Biz sizden arayın. İzleyicimiz ne istiyor? Bəli, siz nə istəyirsiniz Ne olun. istese biz de onunla ilgili bir şeyler diyeriz. Çalışarız. Bəs sizə bir şey deyim, Azərbaycan filmləri deyəndə ağlıma hansı film gəlir, Murat? Azerbaycan filmler diyende şöyle filmlerimiz Köhnə. Təzə filmlerimiz hiç hoşuma gelir. Çox redki çıxanlar var təzə filmlərin içində. Komedya. Bir de güzel. O deyil, necə? Bizdə hamısını deməyək, hamısını deməyək. Çünki həqiqətən bugünkü gün partladanlar var. Misal üçün sən keçən dəfə mənə bir də film göstərdin. Həmin o rejissoru Azərbaycanda çəkdi, o tutmadı, getdi indi Amerikada çox məşhur bir insandır. Son dövrlərdə çəkmişdilər. Qaraj da o yazar ol bura bir yerə. Bura çox təklik olan ki, aparan rejissorlarımız falan var ki, çox keçə filmlər çəkirlər. Plus da çox keçə aktyorlarımız da var. Türk musiqisi haqqında nə düşünürsən, Murat? Türk musikisi. Türk musiqisi deyəndə hansı gəlir? Sənin ağla arabesk, pop, caz, yoxsa rap hansı gəlir? Yəni ilk sevdiyin? Hiç sevdiğim elə bir şey yoktu məndə. Hər türlü qulaq asıram. Qarışıqdır. Həftə becəl səndə. İsim mahnı bilmirəm, amma playlistimdə bəzi sevdiyim mahnıları işarətləmişəm. Rapdən bir dənə təzə çıxan qaqaş var ya, Blok 3. Blok 3 hə. Onu kəşf elədim, onu qulaq asıram. 2-3 dənə mahnısı var, onu qulaq Blok 3-ün də keçə videolu mahnıları. Başqa rap qulaq asdığım bir rapçi yoxdur. Amma Türk musiqisindən Ahmet Kayanı çox qulaq asıram. Ahmet Kayanın mahnılarına qulaq asıram. Allah rəhmət eləsin. Ahmet Qaya Barış Manço'ya qulaq asıram. Barış Manço. vəfşi sənətdir. O sənətkar deyil. Onlar sənətin özüdür məncə. Kartıyla Barış Manço'ya qulaq asıram. Çox ləzzət edir də. Yəni şöyle musiqi qadınlardan sevib qulaq asıram. Sertab Erener, Sezen Aksu. Sezen Aksu, İstanbul. İstanbul şey demək Kibariyədə İstanbul'u sevirəm. Sezen Aksu İstanbul tamamen başqa olur da. Sezen Aksu. Bu insanlar var ha. Həqiqətən sənətçi deyillər. Sənətin özüdürlər mənə görə. Həqiqətən sənətin özüdürlər. Mən şeydə ən çox sevdiyim arabeskdir. Müslüm Baba, Neşet Baba, elə Ahmet Qaya. Çox süperdir. Pop deyəndə pop elə də qulaq asmıram. Bəzi şeylər içinəkən Köhnələrdən Sərdar Ortaçı qulaq asıram. Sərdar Ortaç popun başqa bir mən musiqiçi olaraq qulaq asmıram, mahnı olaraq poplardan bəzi ləzzət eləyənlərə falan trendə düşən, ritmə düşən arabi qulaq asıram. Amma rap deyəndə yeni sən dediyin kimi Blok 3-dür, Atidir, ondan sonra Poezidir. Bunlara qulaq asıram. Həqiqətən qəşəng mahnıları falan var. Amma köhnə rapçilərdə söhbəti var ya Türkiyədə, Sagopa yoxsa Ceza. Məncə Ceza Murat. Mənə Ceza daha çox oturur. Sagopanı da sevənlər var. Əlbəttə, yəni, o da hörmət eləyir, o da sənətkardır. Yəni Türk rapində üstün bir nöqtədir o da. Mən bölümə yenə deyirəm, nə istəyirsiniz? Yorumlara onu aktarın. Bizim videolarımız təbii ki sizə görədir. Deyirsiniz ki, mən sənin videon məni çəkmir. Təbii ki çəkmir. İzləyirük ki, çəkin. Yəni, istəyirsə- izlənsin də. Heç izləməyəndən sonra bizdə də nə bilim, Türkdə deyir ki, moral öyrədəcək. Olur biz bu işi pul qazanmaq üçün eləmirik. Hə, proza hobi kimi. Şeyimiz var, izləyicilərimiz var. Hobi olaraq yapıyoruz. Həftədə 1 saat, 2 saat ayırırıq. Montajda daha çox var. Montajda biz görsən nə qədər əziyyətli. Montaj 5-6 əziyyətli. saat vaxtımız gedir. Heç olmasa montajlara bəyənmir. Düzdür, həmin video montajı çox yaxşı olmadı. Çünki çəkiliş kalitəsi o qədər mükəmməl deyil Videonu bura idi. qədər izləmisənsə əgər sən, xahiş edirəm, Montajı haqqında fikir bildir. Like etmək butonuna bas. Bir də ki, Abunə ol. butonuna bas, aç onu. Bəsdir. Videolara
Səhifəddəsi. Bizdə sənə bildirim gəlsin, gir izlə də bizə. Sadəcə bu videonu bura qədər izləmisənsə hər halda eləyəsən, bəyənirsən. Əgər maraqlıdırsa, əlbəttə ki, Bir də ki, yorumlarda nə istəyirsiniz bildirin. fikirlərinizi bildirməyi Bir də unutmayın. ki, indi önümüzdə yazılacaq Instagram adreslərimiz. Instagram adresini Takip etməyi də unutmayın. Takip etsəniz sevinərik. Bəli. Sevinərik. Instagramda da bəlkə içəriklər. Çünki biz bu içərikləri paylaşdıqca gələcəkdə içərik paylaşmamışdan qabaq və yaxud paylaşdığımız əsnada, çəkdiyimiz video əsnasında storylərdə falan bildirəcəyik də yəni özümüzdə. Spoiler falan verərik. Şeylər də eləyə bilərdi. YouTube-da biraz çətin olar, amma Instagramda bir şey paylaşarıq. anketlər paylaşarıq. Mən də ona gələcəkdim elə. Onu çəkək. Əlbəttə. İstəniz gözəl olur. Sadəcə podkast deyil, biz kanalın adı podkast olaraq gedir. Prosta ki, podkast çəkməyimizin məqsədi odur ki, həm özümüz haqqında biraz məlumat verək, həm fikirlərinizi bildirin. İstəmədə qalın. Ən önəmlisi paylaşın, yeni takipçilər gəlsin, ailəmiz böyüsün. Kemik sistemimiz böyüsün. Əlbəttə. Məncə bu günlük bu qədər bəsdir. Bitirək. Çox sağ olun izlədiyinizə görə. Təşəkkür edirik. Kanala abunə olub, like atmağı unutmayın. Yenə bir like atmağı unutmayın. Özünüzdən müğənni olun. Sağ olun, sağ salamat.